Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Tərtərçay hidroqovşağının istismarı idarəsinin balansında Sərsəng, su qovşan su anbarları, uzunluğu 92,6 kilometr olan beton üzlüklü sağ və sol sahil magistral kanalları, 76,5 kilometr uzunluğunda beton üzlüklü paylayıcı kanallar, 433 ədəd hidrotexniki qurğu, 198 ədəd hidrometrik post, 63,4 kilometr uzunluğunda kollektor drenaj şəbəkəsi mövcuddur. İlin əvvəlindən etibarən torpaq məcralı kanallarda, kollektor drenaj şəbəkəsində və çay məcrasında 60 kilometr uzunluğunda iş görülüb ki, bu da ümumi olaraq 100.000 kubmetr olub. Hal-hazırda biz Evoğlu drenindəyik. Drenin lildən təmizləmə işlərini ekskavatorumuz vasitəsilə davam etdiririk. Bizim bundan əlavə daha 3 ədəd böyük, iri qabaritli ekskavatorlarımız var. Onlar bu dəqiqə Tərtərçay hövzəsində tənzimləmə işləri aparır. Digəri E3-7 kanalında, digəri isə Hyundai markalı ekskavatorumuz isə Xana torpaq məcralı kanalda lildən təmizləmə işlərini davam etdirirlər. Beton kanallarda da cari təmir hesabına bir sıra işlər həyata keçirilib. Kanallarda lildən təmizləmə işlərinin görülməsi nəticəsində suyun maneəsiz axını təmin olunub və su itkisinin qarşısı alınıb. Hazırda bu istiqamətdə meliorativ tədbirlər davam etdirilir. Bundan başqa Tərtərçay hidroqovşağının istismarı idarəsi əkin sahələrinin suvarılmasını həyata keçirməklə yanaşı, sel və daşqınlara qarşı mübarizə tədbirlərini də davam etdirir. Bu istiqamətdə çay məcralarının təmizləməsi işlərinə də başlanılıb. Bu ilin 6 ay ərzində 60 kilometr artıq bir ərazidə, kanallarımızda 77.000 kubmetrə yaxın lildən təmizləmə işləri görülmüşdür. Bundan əlavə bütün beton kanallarımızın kənarlarında və torpaq məcra kanallarının kənarında da əl ilə lildən, kol-kosdan təmizləmə işləri aparılmışdır. Qeyd edək ki, cari təmir hesabına 4 ədəd hidrotexniki qurğu, 4 ədəd hidrometrik post, 1 kilometr istismar yolları təmir olunub.